Bugün biz Abşeron rayon, Abşeron Gənclər şəhərciyində inşa elədiyimiz bulağın qarşısındayıq. Deməli, bugün Qədim Aliyev Şəfa Seymur qardaşımızın atasının şəhid olduğu gündür. Laçın uğrunda o vaxt gedən 91-ci ildə döyüşlərdə. Allah rəhmət eləsin. O cümlədən Allah bütün şəhidlərimizi rəhmət eləsin. Məkanları cənnət olsun. Mən də Seymur qardaşıma dərin hüznlə başsağlığı verirəm. O həmişə başını dik tutsun ki, belə qəhrəman şəhid atası olub, vətən yolunda, torpaq yolunda, dövlətimizin bütövlüyü yolunda, torpağımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin, Allah səbir versin, Allah o dünyasını versin, məkanı cənnət olsun. Siz də qəhr edin ki, belə atanın övladısınız. Çox sağ ol, var olun. Sizdə sözü varsa, məsələn, deyə bilər. Allah bütün şəhidlərə rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ölənlərinizə rəhmət eləsin. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Allah ölkəmizi qorusun, Allah vətənimizi qorusun, Allah dövlətimizi qorusun, Allah cənab prezidentimizi qorusun. 100 ildə görməyən bir ağır yükün altına girdi və bir dəmir yumruq kimi biz vətəndaşlar da onun arxasında birləşib erməni vandallarından torpaqlarımızı azad elədik. Bəli, belə qəhrəmanların hesabına, onların sayəsində. Ona görə biz onların həm özlərinin ruhları qarşısında, həm övladlarının qarşısında biz baş əyirik. Baş əyirik. Allah rəhmət eləsin. Necə deyim, şəhidlər ölmür. Şəhidlər həmişə bizim qəlbimizdə yaşayacaqlar. Ona görə ki, belə abidələr tikməklə, belə şəhidləri biz yad eləməklə, onları biz yaşatmalıyıq, biz vətəndaşları, biz onları indiki və gələcək nəslə tanıtdırmalıyıq ki, bəli, bizim belə qəhrəmanlarımız olub. Allah bu ağır günlərdə də sərhədlərimizi, necə deyim, torpaqlarımızı qoruyan sərhədçilərimizə, bütün hərbiçilərimizə can sağlığı arzu edirəm. Allah onları da qorusun. Allah yenə şəhidlərimizi rəhmət eləsin, qazilərimizi də yaddan çıxartmayaq. Qazilərimizə Allah şəfa versin, can sağlığı. Onlar da şəfa tapıb, bəli, bizim cəmiyyətə qoşulub. Biz yenə həmişə bu vətən torpağını azad eləməyə hazırıq. Yaşasın Azərbaycan. Eşq olsun bizim şəhidlərə, eşq olsun bizim qazilərimizə. Gələcək nəsillərimiz də böyüyüb onların yolu ilə getsinlər. Torpaqlarımız uğrunda, ondan, vətənimiz uğrunda, yəni canların verməyə bütün bizim gələcək nəsil, indiki nəsil hazırdır. Yenə Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı. Allah bizim cəmiyyəti də sağlam böyütsün. Çox sağ olun, minnətdaram. Yenə Allah səbir versin. Qardaşım sizə başı dik tut ki, sən elə bir atanın övladısan. Allah rəhmət eləsin. Allah sən də can sağ eləsin ki, təşkil elədim burada. Şəhidlərimizin həmişə dolandırırsan şəhidləri, abilər yaradırsan, ömrünüz olsun, mən də sənə minnətdaram. Sağ ol, sağ ol, sağ ol.